Bir oğru evə girir, görür ki, bir dənə qadın orada dayanır. Qadın da görür ki, oğlu biraz cüssəlidir də, oğru. Sakitcə durur. Deyir, nəyim var, gətirir bura, qızıllar, brilliantları. Arvad dəlində belə tutur qadın, aparır, deyir, amma bunu sənə verəcəm. Amma gecə bir yuxu gördüm. Bu yuxunu danışım, onu yoz, sonra mən bu qızıllar, brilliantları sənə verim də. Deyir, biraz tez elə deyinə. Qadın deyir ki, gecə burulğana düşmüşdüm göldə, dənizdə. Gəmim yox idi, lökkəm yox idi, heç biri eləyə bilmirdim heç nə. Başladım qışqırmağa, oğluma çağırmağa, Sabir, Sabir, ay Sabir, eşitmirsən Sabir. Sən demə, Sabir da qadının oğlu otaqda yatıb eşitmir oğlunu eşitməyinə. Sabir də eşidib cəld gəlib faya görüb, anası ilə oğru vuruşurlar. Oğlunu salıb təpinatda çıp ki çıpasan vurur. Anası deyib ki, vurma, vurma, oğlum vurma, qoy buraxsın yesin. Oğru bedir, vur, vur. Adama deyərlər, mən bura oğruğa gəlmişdim, yoxsa yuxu yozmağa gəlmişdim.